Həmişə məndən soruşduğunuz bir şey, geniş həyətlə ev. Bax bu gün satışa çıxdı. Bax bu ev 4 sotun içində 3 otaqlı, geniş kvadratlı, meyvə bağlı bir ev. Dəyərli izləyicilər, ev paket krişa, hər tərəfdən qoşadaş, qazı, işığı yerində. Dəyərli izləyicilər, baxın görürsünüz, əlavə olaraq həyətində bir dənə də ev tikmək olar. Dəyərli müştərilər. Evin yerləşmə yeri Binə qəsəbəsi, Binə çörək zavodunun düz yaxınlığında. Bax girən kimi, bax belə bir dənə, bax xol kimi qarşılayır bizi. Buradan hamam tualet, bax görürsünüz, dəyərli izləyicilər. Buranı qradovka kim istəsə ayıra bilər, tualeti ayıra bilər. Amma hal-hazırda buranı qradovka kimi istifadə edirlər. Bax bu evin qonaq otağı 9'un 4'e olar maşallah, baxın. Bir dənə toy eləmək olar bax burada. Baxın. Və 2 dənə də yataq otağı. Bu bir uşaq yataq otağı 5'in 4'e olar. Baxın. Bu da ikinci yataq otağı. Hələ bu da eyni ölçüdə 5'in 4'e olar. Mətbəxi də çəkə sonda qiyməti deyərik. Bax bu da evin mətbəxi. Dəyərli izləyicilərim, evin qiyməti ev yəsi tərəfindən 62.000 manata deyilir. Reallıq olsa qiyməti danışıb yaxşı endirim eləmək olar.